gəl, sən izah edəcəksin texnikanı, patlıyor götür və uşaqlar üçün olan birinci texnikanı başa sal, yavaş-yavaş işləsinlər. Görün nə var? Mən də istirahət. Deməli, saça hücum texnikası bu sahə kəməri uşaqların ən birinci fənləri, yəni uşaqlara bu öyrədilir. Tutaq ki, gəlib saçımızdan formada yapışır. Burada təbii ki, bizim şansımız yoxdur ki, bir burada barmaqlarını açar. Tutub saçdan uzaqlaşdırma şansımız yoxdur. Ona görə biz tuturuq biləyin bu hissəsindən. 1, 2. Əli belə qoyulur, belə qoyulur. Onu da nəyə görə? Bilək içəri doğru büküləndə istənilən adamın diskomfort olur, yəni ya sınacaq, ya ağrı verəcək, ya bir şey olacaq. Elastik təsadüfən adam ola bilər ki, ağrı verməsin, amma bir 90% insanın bu geri doğru bükülürsə ağrı verəcək. Ona görə əli bu hissədə möhkəmləndirir, yəni saçdan qətiyyən ayrılmağa çalışmırıq, çünki bu mümkün bir şey deyil. Aşağı doğru sıxırıq, sıxdıq, kifayət qədər ağrı verəndən sonra geri doğru çəkirik. Ondan sonra kontrol, uşaq kontrolunda tuturur ki, uşaqlara öyrətdiyimiz odur ki, iki dizlə tuturur və aşağı doğru sıxırıq. Yaxud elə bayaqdan öyrəndiyirik, böyük kontrollarının birinə də keçmək olar. Bir daha göstərin. Əl qoyuruq bura. 1, 2. Sıxırıq. Bunu əksər uşaqlarda məsələn öyrədində görürük, uşaqlar yana doğru edir. Burada şansımız yoxdur, əli biraz da möhkəmlənəcək və ağrı da verə bilirik onda. Ağrı vermək üçün onu düz aşağı doğru sıxırıq və çəkirik geri. Ondan sonra tutuq, kontrol hər hansı bir kontrol edə bilərik. Bu tərəfdən göstərirəm. Zəhmət olmasa tutuq. 1, 2. Əli gücü bölünməsin deyə bura fərqli istiqaməti qoyuruq. Yəni üst-üstə. Bunu adətən master izah eləyəndə deyir ki, üstə burada edirsiniz. 1, 2. Qoyuruq. 1, 2. Sıxırıq aşağı doğru. Geri getdik və eləyirik kontrol. Tərəfdən bir daha göstərirəm. 1, 2. Sıxdıq tam yerə doğru və başımızdan da istifadə edirik ki, biləyi bayaq göstərdiyim formada bükülsün. Yəni belə düz aşağı gəlmirik. Saçdan ayırmırıq, sıxdıq aşağı doğru, geri və kontrol. Bir daha tərəfdən göstərim. Tutduq. 1, 2. Aşağı doğru sıxırıq və görürsünüz biləyini bayaq dediyim vəziyyətə gətirməyə çalışırıq. Sıxdım aşağı, geri, saçdan. Qopardım onun əlini və eləyirəm kontrol vəziyyətinə də getirir. Kifayətli master yoxsa? Kifayətli. Bir dənə əlavə edeyim ki, Nərgishan bir əlavə orada dedi ki, 90% adamda ağrı olur. İndi o faiz nisbətin təqribi edir, təbii ki, o 10% heç ağrı yoxdur deyə bir şey yoxdur. Ola bilsin 1-2% də var. Hər bir halda elastikliyi çox olan adamlarda ağrı verməyəcək orada. Digər texnikalarda olduğu kimi. Amma real aykuda texnikalar elə qurulub ki, ağrı verməsə də balansdan çıxardıb aparır. Yenə də siz istədiyinizdən nail olursunuz. Yəni hökmən deyil ki, kimsə qışqırdıb bağırdasınız. Yəni əsas odur ki, siz təhlükəsizliyi təmin elədiniz, özünüzü qorudunuz, qarşı tərəfdə zərərsizləşdirdiniz. Yəni belə də, elə də bu texnikaları işə salmaq olur. Və elə insanlar da var ki, ümumiyyətlə ağrısı yoxdur. Bizim bir tələbəmiz var, oğlan. Ümumiyyətlə o xəstəliyi var, məsələn, sinirlər heç bir şey istəmir. Yəni ona bıçaqla girsə çıxsa, o deyəcək ki, nə oldu, başa düşməyəcək. Yəni belə insanlar da var və o insanlarla biz işləyəndə bizim üçün çətindir, çünki sizə biraz ağrı verən kimi reaksiya verirsiniz, bilir ki, artıq ağrı verir, artıq əlinizi vurursunuz. O əlini vurmur, belə dayanır. Dağıdırsan, sökürsən, o ara belə dayanır və hiss eləmir. Orada o bizə qalır ki, səslə eşitək ki, o qıt-qıt hara qədər gedir. Çünki sınsa, o hiss eləməyəcək, amma belə gedəcək. Yəni əli belə və yaxud da əli belə. Ona görə də ona da biz peşəkar olaraq diqqət eləməli oluruq.